Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, nəzarət təftiş komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələr üzrə ölkəmizin davamlı inkişafını təmin etdiyi kimi bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına zəmin yaradıb, vətəndaşların yerli özünü idarə etmədə fəallığı artıb. Hesabat ilində Azərbaycan Prezidenti Administrasiyasının müvafiq şöbəsinin dəstəyi, habelə Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş baş idarəsi və digər əlaqədar qurumlarla birgə bələdiyyələrin daha səmərəli fəaliyyəti ilə bağlı sistemli tədbirlər həyata keçirilib. Bu sahədə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, yerli özünü idarə etmənin qanunvericilik bazası təkmilləşdirilib. Yığıncaqda əvvəlcə Assosiasiyanın idarə heyətinin 15 üzvü seçilib. Daha sonra idarə heyətinin üzvləri arasında Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Şəhər bələdiyyələrinin sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib. Sonra seçilmiş sədrin təklifi əsasında assosiasiyanın 3 müavini müəyyən olunub. Həmçinin 5 nəfərdən ibarət nəzarət təftiş komissiyasının üzvləri də səsverməyə çıxarılaraq seçilib. Ümumi yığıncağın sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib. Bələdiyyələrin fəaliyyətinin müasir çağırışlar və ölkəmizin yeni strateji inkişaf mərhələsinin tələbləri ilə uzlaşdırılması məqsədi ilə onların maliyyə, kadr və texniki bazasının daha da yaxşılaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.